Salam dostlar. Mən bir video çəkmək sizə göstərmək istəyirəm. Nə cür mən çörəklər bişirirəm evdə, duxovkada. Bax bu çörək götürürəm. Bu çörəyin içi görürsüz, qırmızıdır. Sarıdır, rəngləri var nədirsə. Bunun içinə mən çuğundur və nə deyirlər ona? Çuğundurla kök qatmışam. Blenderına keçirtirsiniz əvvəl çuğunduru, kökü də. Mən gözü yarı eləyirəm. Nə qədər məsəl üçün siz su götürmürsünüz xəmir yoğurmağa. Həmin o suyun yerinə çəkilmiş köklə nədir o çuğunduru həlləyirəm, törkadan keçirtirəm. Həm suyu da içində, dəni də içində, hər şeyi. O suyu biraz ilıq eləyirsiniz, o nətər deyirlər, keçirtdiyiniz həll şeyləri, çuğundurla kökü qazın üstündə ilıq olsun da. Yəni siz ora droj atacaqsınız. Duz, bir balaca şəkər tozu, xəmir gəlsin deyə. Onun üçün də biraz ilıq olmalıdır. Çiğ su qatmıram. Hələ o su bəsdir. Əgər lazım olsa, qata bilərsiniz bir yarım stakan belə çiğ su. İlk gözü yarı, sonra unu töküb, əliyib töküb, xəmiri yoğurursunuz. Adicə siz xəmir çörəyi bişirmirsiniz. Eynidir. Amma ki, mən bişirirəm gah sarı çörək, gah yaşıl çörək, gah qırmızı sarı çörək, hər növdə. Yəni belə də alınır. Yumşaq, pambıq kimi. Baxın indi yaşıl çörəklərə. Bax deyəcəksiniz ki, bu yaşıl çörək hansı otdandır? Şomudan. Bizdə ispanaq deyirlər də. Şomudur, bəzi rayonlarda ispanaq deyirlər. Götürürəm bu ispanağı, şomunu, yəni. Onu da blenderına çəkirsiniz. Blenderına çəkəndə onun suyu yamyaşıl su. Onun sapaqlarını da çəkirsiniz. Vitaminləri sapaqlardadır. Çəkib eləyirsiniz belə kimi bir çüyündə 1 litrlik belə həll, yaşıl. Onu ilıq eləyib, droju atırsınız, hər nə lazımdır, xəmir yoğurursunuz. Eynidir. Bax, bu da o çörəkdəndir. Adi mən qıtablar hazırlayıram. İspanaqlı qıtablar. Baxın, hazırlayıram. Siz kənddə nə cür hazırlayırsınız? Eləcə. Bunlar biraz bərkdir. Niyə görə? Mən buzxanadan çıxartmışam. Hamısını bir yay günüdür, yemək olmur. Hazırlayıb soğutub, amma yağlamıram. Bir, nətər deyirlər, bükürəm, qoyuram buzluğa. Buzluqda donur, daş kimi olur. Bax, bu buzluqdan çıxıb. Daş kimidir çörək. Bişirib, bax, belə çörəkləri kəsirəm 3 yerə. Burada da bir dənə var idi. 3 yerə bölürəm. Qoyuram ikisini buzluğa, bərk bağlayıb paketi içinə. Qalır buzluqda. Ona heç nə olmur. Aylarla qalsın. Heç nə olmur. Bax, beləcə. Həmçində, bax, qıtabları. Qoyuram buzluğa qalır. İstədikcə çıxartırsan oradan, nə qədər istəyirsən, yeyirsən. Buzluqda qalır mənim qıtablarım, hər şey. İstəyəndə də isti ilə yağla yeyir. Xarab olmur. Həmçində bunlar yemədin, qoy buzluğa. Aylarına qalsa xarab olmur. Yaşıl çörəkdir, faydalı çörəklərdir. İstəyirsən, bişir başqa rəngdə. Nə deməyəcəm, balqabaqdan. Təkcə balqabağı pört suda. Onu biraz o balqabağı soğusun, hələ bir ki ilıq olsun da, maya atanda bişməsin maya. Həmin o balqabağı içində yoğur xəmiri. Olacaq çahrayı rəngində. Bax, bu yaşıldır, balqabaq çahrayı rəngdə olur. Bax, bunu mən təzə pişirdim bu çörəyi. İçində, məsəl üçün, çuğundur, tikələri də var.
Mən çorkadan keçirtdim. Hələ bir ki, lap belə suyun çıxartmadım. Xırda-xırda tikələri, dənələri düşüb. Bax, ona görə də bax belə göstərilir. Qırmızı, sarı, tikəli. Həm faydalı. İstəsəz qırmızı çörək eləyin, təkcə çuğunduru. Ciriz, nə tərdirlər, çorkadan rəndəliyin. Olacaq təkcə çuğundurlu qırmızı. Təkcə məsəl ki, kökdən eləyin. Hamı faydalı şeyləri bura qata bilərsiniz, una. Olacaq siz üçün rəngbərəng, qəşəng çörəklər. Üstünə də qara çörək yotu vurmuşam, amma yumurta çəkməmişəm. Kim istəsə yumurta sürtür, kim istəsə elə belə xəmirdən duru eləyir, sörtür. Mən bişirəndə bu çörək çıxdı bərk daş kimi, elə bir ki, elə deyərsiniz ki, quruyub da. Onda qaynar su çiliysə gerək. Soyuq su. Çiliyib, bükürsən yaxşı dəsmala, təmiz dəsmala. Qalır yarım saat. Yarım saatdan sonra aç dəsmalı, pambıq kimi çörəklər çıxır. Dostlar, bişirin, yiyin. Hamısı çörəklər faydalıdır. Bax, içində hər vitaminli çörək bişirmək olar. Bişirin, sağ olun.